adi qoyun yunu əslində odda yanmayan, adamı həm soyuqdan, həm də istidən qoruyan təbiətin ən mürəkkəb texnoloji zirehidir. Bizə elə gəlir ki, yundan ancaq qışda isinmək üçün istifadə olunur. Amma bir yun parçasını yandırmağa çalışsan, sintetik paltarlar kimi əriyib dəriyə yapışmaz. O sadəcə qaralır, sonra dərhal özü-özünü söndürür. Digər qəribə tərəfi, onun daxili kondisioner kimi işləməsidir. Səhra ərəbləri 50 dərəcə istidə günəşdən qorunmaq və bədənlərini sərin saxlamaq üçün məhz yundan toxunmuş əba geyinirlər. Üstəlik, bu material öz çəkisinin 30% qədər suyu canına çəksə də, toxunanda sənə yenə də quru hiss etdirir. Onun xüsusi məsamələri ancaq buxarı çölə buraxır, suyu yox. Müasir elmin hələ də tam kopyalaya bilmədiyi, nənələrimizin isə illərdir sadəcə yorğan döşək doldurmaq üçün istifadə etdiyi